Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahumme salli ala Muhammedin və ali Muhammed və accil fərəcəhum. Salamlayırıq əziz, dəyərli izləyiciləri, möminələri. Allahın izni ilə şəriət dərslərində yeni bir mövzuya keçid alırıq və mövzumuz nəcasətlər bölməsidir. Danışacağıq inşallah nəcasətlər hansılardır? Yəni bizə bütün həyatımızda ki, nə rast gəlir deyəcəyik. Yəni bu 10 dənə, yəni şəriətdə deyilir, bu 10 qismdən ibarətdir ki, yəni nəcasətlər bu 10 dənədir əsasən. Əvvəlcə qeyd eləyək ki, dediyimiz bu məsələlər ki var, Şiə fiqhindən götürülmüş məsələlərdir və demək olar ki, dövrün böyük alimlərinin ortaq görüşləridir. Yəni bunu əvvəlcədən qeyd eləyək və demək olar ki, alimlər əksər məsələlərdə görüşləri ortaqdır. Hansı hissələrdə ki, fərqliliklər olar, cüzi miqdarda görüş fərqlilikləri olar, onu da inşallah nəzərimizə çatdırarıq. Allahın izində qeyd eləyək ki, nəcasətlər 10 ədəddir, alimlər buyurur. Lakin dediyim kimi, burada bir cüzi fərq ola bilər ki, elə alim var 11 deyir. İnşallah biz sıraladığımız müddətcə həmin o 11-cini də sizin nəzərinizə çatdıracağıq. İlk ikisini indi qeyd eləyək. Demək, kiçik bayır və böyük bayır deyirlər. Yəni insandan və yaxud heyvandan ifraz olunan. Yəni o təbii ehtiyac ki var, biz onu ifrazat kimi deyəcəyik. Yəni siz inşallah ki, onu bu cür başa düşün ki, kiçik və böyük bayırdan söhbət gedir. İnsanın eyni zamanda əti haram olan və atıcı qanı olan heyvandan söhbət gedir. Baxın, atıcı qan nəyə deyərlər? Ona deyərlər ki, o heyvanın bədənində bir hissəni deşsək və yaxud kəssək, qan fontanvari şəkildə sıçrasın çölə. Yəni buna deyərlər atıcı qanı olan heyvan. Və əsas məsələ də budur ki, əti haram olan heyvandan söhbət gedir. Bu heyvanların və insanın ifrazatları nəcisdir, yəni murdardır. Bunu qeyd eləyək. Daha sonra əti haram olan, amma atıcı qanı olan, yəni atıcı qanı olmayan heyvandan söhbət gedir ki, məsəl üçün siçan olsun, pişik olsun. Bu heyvanların əti haramdır, amma bilirik ki, bunların qanları, yəni atıcı deyil, yəni sıçramır fontanvari şəkildə. Bunların da ifrazatlarından ehtiyatdır ki, çəkinək. Daha sonra, amma kiçik həşaratlar ki var, məsəl üçün milçək olsun, ağcaqanad olsun və s. Yəni bu həşaratların əti də yoxdur və demək olar ki, qanları da heç sıçramır. Bunların isə ifrazatları pak hesab edilir. Digər bir məsələni qeyd eləyək ki, əti halal olsun və yaxud haram olsun, bütün quş növləri ki var, onların ifrazatları pakdır. Qeyd elədik ki, əti halalı bildik, yəni əti haram olan olsun, bütün quş növlərinin ifrazatları pakdır. Amma üstün nəzər budur ki, əti haram olan quşlar ki var, onların ifrazatlarından çəkinilsin. Yəni üstün görüş budur ki, gərək onlardan çəkinək, ehtiyat eləyək. Amma əti halal olan quşlardan, yəni ifrazatlarından çəkinməkdən ehtiyac yoxdur. Daha sonra bir şey qeyd eləyək ki, murdar yeyən heyvanlar ki var, bilirik ki, murdar yeyən heyvanlar var. Məsələn, donuz murdar yeyən heyvandır. Donuz onsuz əti haram heyvandır. Amma söhbət əti halal heyvandan gedir ki, məsələn, murdar yeməklə qidalanır. Ona görə həmin o heyvanın ifrazatı da o zaman murdar olacaq. Məsəl üçün, misal verək, quzu balası donuz südü ilə qidalanır. Hər hansısa bir quzu balasıdır, donuz südü ilə qidalandığı üçün artıq o quzu balasının ifrazatı nəcis olur. Yəni əvvəl qeyd eləyək ki, əti halal olan heyvandırsa, onun ifrazatı pakdır. Lakin o murdar yeyirsə, murdar ilə qidalanırsa, bu zaman onun ifrazatı olacaq elə murdar, yəni nəcis. Demək, bu ilk ikisi idi ki, ifrazatlardan qeyd elədik, yəni böyük bayır və kiçik bayırdan söhbət gedirdi. 10 dənədən, baxın, bu ikinci idi. 1, 2, indi keçdik üçüncüyə.
Üçüncü bilirsiniz ki, sperma, yəni məni. Şəri, yəni fiqhi elmdə ona deyirlər məni. Yəni belə elmi cəhətdən də ona deyirlər sperma. İnsanın, yəni kişi və yaxud qadın fərq eləməz. Və eyni zamanda da yenə qeyd eləyirlər ki, qanı sıçrayan olan heyvanlardan söhbət gedir. Hər bir qanı sıçrayan heyvan və insanın həmin o məni, yəni sperması murdardır. Bunu qeyd eləyək. Bu, həmin o məniyə aid hökm idi. Keçdik dördüncü qismə. Dördüncü qism odur ki, özü ölmüş və yaxud da şəri qayda ilə kəsilməmiş heyvan. Buna deyərlər şəriətdə leş. Yəni, bu heyvana deyərlər leş. Baxın, həmin heyvanın məsələsini qeyd eləyək ki, insanın və həmçinin atıcı qanı olan heyvanın, hər bir heyvan olsun, yəni fərq eləməz, əsas odur ki, atıcı qanı var. Bu heyvanların ölüsü nəcisdir. Şəriətdə qeyd olunur ki, istər öz-özünə ölsün və yaxud da ki, istərsə də qeyri-şəri yolu ilə kəsilmiş olsun. Yəni, məsəl üçün, bismillahsız kəsilir və yaxud da ki, qibləyə səmit kəsilmir, yəni bilərəkdən bu məsələlər baş verdiyi üçün həmin heyvan olur qeyri-şəri yolla kəsilmiş heyvan və o leş sayılır və yaxud da ki, özü ölmüş heyvan olsun. Amma qeyd eləyək ki, balıq ki var, balığın atıcı qanı yoxdur və suda öldüyü üçün də, lakin suda ölsə də o pakdır. Diqqət eləyirsiniz, yəni balığın atıcı qanı olmur və suda ölsə də pak hesab edilir. Bir misalı da qeyd eləyək ki, pak deyirik, pak ilə halal fərq eləyər. Yəni, hər pak dediyimiz kimi halal sayılmır. Bir misal verək, məsəl üçün, spirt ki var, spirt, yəni tibbi spirtdən söhbət gedir. O pak hesab edilir. Yəni, biz o paltarımıza dəysə, onunla namaz qıla bilərik. Yəni, o napak deyil, yəni nəcis deyil. Amma halala baxanda onu yəni içməyimiz haramdır. Yəni, məsələ budur. İndi burada da qeyd olunubdur ki, balıq suda ölsə pakdır. Amma onun halal olub olmaması o başqa bir məsələdir. Yəni, bu qeyd elədik ki, pak ilə halal fərq eləyər. Onları nəzərinizə çatdıraq. Digər bir məsələ odur ki, sıçrayan qanı olan heyvan. Sıçrayan qanı olan heyvan olsun və yaxud insan olsun. Diri ikən, əgər onun bədəninin hər hansısa bir əti qoparılsa, məsəl üçün, diriyik və bədənimizdə ətin bir hissəsi qopardılır. Həmin o ət nəcis hesab edilir, murdar hesab edilir. Amma dediyimiz kimi, haşiyədən də deyək ki, haşiyədən kənar, dodaqdan qoparılan və yaxud da ki, bədənin hər hansısa bir hissəsindən qoparılan o dərilər ki var, azacıq deyilir ona. Və ikinci bir məsələ də budur ki, qopardığımız zaman heç bir ağrı vermir və asanlıqla qoparılır. Həmin o dərilər pak hesab edilir. Lakin o dərini ki biz qopardırıq, ağrı baş verir və dediyimiz kimi çətinliklə qopardırıq. O dəri ehtiyatən çəkinmək lazımdır həmin o dərilərdən, yəni nəcis hesab edilir. Bir məsələni deyək ki, bu hissədə alimlərin görüşündə belə bir fərq var ki, şəriət qaydası ilə kəsilməyən heyvan ki var, məsəl üçün, qoyun olsun. Şəriət qaydası ilə kəsilməyibdir, bu qoyun pak hesab edilir. Burada dediyimiz kimi görüş fərqləri var ki, bəzi mərci təqlidlər o qoyunu pak hesab edir. Bu məsələdən ki, yəni əti haramdır, əsas əti deyil, yəni əti onsuz da ki haramdır. Yəni pak o məsələyə aid eləyirlər ki, onun tükü ki var, dərisi, yunu, yəni ondan istifadə eləmək olar. Yəni onunla da, necə deyərlər, namaz qılmaq olar, bu məsələ var. Digər bir məsələyə keçid eləyək inşallah. Xarici ölkələrdən gətirilmiş sabun olsun, və yaxud yağ olsun, şampun olsun, belə dediyimiz kimi təmizlik maddələri ki, ətirdir, kremdir, həmin bunlardan əgər biz bilsək ki, tərkibində nəcis olduğuna yəqinimiz yoxdursa, yəni belə bir almışıq marketdən və içərisində nəcis olub olmadığı haqqında heç bir yəqinimiz yoxdur. Şəriət deyir ki, bunlar pakdır, yəni istifadə eləyə bilərik.
Digər bir məsələ odur ki, leşin, yəni leş bir heyvan olsun. Onun ruh daxil olmayan hissələri, tük olsun, yun olsun, dırnağı olsun, yəni bilirik ki, bu hissələr ruh daxil olmayan hissələrdir. Bədəndən onu dediyimiz kimi kəsib atdığımız zaman heç bir ağrı vermir. Deyirlər, ruh daxil olmayan hissə. Bu hissələr pak hesab edilir. Lakin burada bir məsələni də qeyd edək ki, bəzi alimlər var ki, diş ilə sümüyü ruh daxil olmayan hissə hesab edirlər. Burada da dediyimiz kimi, əgər o məsələ sizə ki, lazım oldu, öz aliminizə həmin bu məsələdə müraciət edə bilərsiniz. Lakin biz qeyd elədiyimiz indiki məsələlər ümumi hər birinin görüşüdür. Fərqlilik olanda onu nəzərinizə çatdırırıq. Demək, dişlə sümük olan hissəni bəzi alimlər ruh daxil olan hissə hesab edirlər və onu nəcis hesab edirlər, yəni ondan çəkinmək lazımdır. Çünki qeyd edirlər ki, onu çıxartdığı zaman heyvan olsun və yaxud insan olsun, ağrı verə bilər də, bu məsələ budur. Yəni ona görə ruh daxil olan hissə deyirlər. Amma bəzi dediyim kimi mərcilər, yəni alimlər də onun görüşlər fərqlidir ki, o onu ruh daxil olmayan hissəyə aid eləyir. Digər bir məsələni qeyd eləyək ki, müsəlman bazarından alınmış ət, piy və yaxud dəri olsun. Bunlar hər üçü də pakdır. Sual yarana bilər ki, müsəlman bazarı hardan bilək ki, o bazar müsəlman bazarıdır. O bazara deyərlər ki, müsəlmanların əksəriyyətini təşkil eləmiş olsun. Yəni, bazarın əksəriyyəti müsəlmanlardır. O bazara deyərlər müsəlman bazarı. Və həmin o bazarda artıq biz axtarış aparmağa ehtiyacımız yoxdur. Bir ət aldığımız, demək, piy olsun və yaxud dəri olsun. Axtarış aparmağa ehtiyac yoxdur. Lakin burada bir nüans var ki, onu diqqətinizə çatdıraq. Elə müsəlman var ki, həmin o aldığı ət, dəri və yaxud piy olsun. Onu ki, gətirir, bazarda satır, o kafirdən alıbdır bunları. Yəni, əti, məsəl üçün, kafirdən alıbdır, müsəlman olsa da. Yəni, təhqiq eləməyib də, alıbdır, baxmayıbdır bu məsələyə və gətirir onu müsəlman bazarında satır. Bu zaman bizdən bundan xəbərimiz olsa, o ət və piyin yeyilməsi haramdır, qeyd edək. Amma dəri pak hesab edilir. O, məsəl üçün, qoyundur ki, dərisi pak hesab edilir. Hətta Sistani ağaya görə o dəri ilə namaz qılmaq da olar. Lakin burada Məkarim Şirazi ağanın görüşü budur ki, həmin o dəri ilə namaz qılmaq düzgün deyil. Amma o dəri pakdır. Amma ondan namaz qılmaq düzgün deyil. Yəni, bunu qeyd edir. Demək, nəzərinizə bu məsələləri çatdırdıq Allahın izni ilə. Gələn dərsdə inşallah nəcasət bölməsinin digər hissələrini nəzərinizə çatdıracağıq. Allahdan hər birinizə müvəffəqiyyət və zehin açıqlığı arzu edirəm. Vəssalamu aleykum və rəhmətullah.